Allah Teala Quran-ı Kerimdə mübarək Ənkabut surəsinin 2-ci ayəsində buyurur: "Əhəsibən nas yutraku en yaqulu amennə və hum la yuftanun." İnsanlar belə güman edirlər, belə düşünürlər ki, onlar elə biz iman gətirdik deməklə iş bitdimi? Daha onlar imtihan olunmayacaqlarmı? Yəni, mən elə dedim, Allah səni tanıyıram, Allah sən varsan, daha hər şey bitdimi? Xeyr. İmtihan iman əhli üçün daha məqamca artdıqca daha da çoxalır. Deməli, biz bu ayədən belə başa düşdük, anladıq ki, əslində Allah Teala bu imtihanlarla insanın səbri qarşılığında ona mükafat verir və müjdə verir